Futbol dünyası bir neçə gündür ondan danışır. Mircea Lucescu'dan. Dünya futbolunda ən çox titul, kubok qazanan 3 məşqçidən biri olan nurani simalı Rumundan. Lucescu'nun mütləq əksəriyyətə sevdirilən təkcə məşqçiliyi deyil, həm də xarakteri, insanlığıdır. Bu adamın demək olar bütün şuurlu ömrü futbolla bağlı olub. 81 il əvvəl Buxarestdə dünyaya göz açanda vətəni Rumıniya 2-ci Dünya müharibəsinin faciə fəlakətlərini yaşamaqda idi. Təxminən 1 milyon Rumun 1941-45-ci illərdə Alman Sovet cəbhəsində həlak olmuş, həyatın bütün sahələri çökmüş, ölkədə misli görünməmiş aclıq başlamışdı. Rumıniya yağışdan çıxıb yağmura düşmüşdü. Alman faşistlərinin işğalını Qırmızı Sovet ordusunun işğalı əvəzləmişdi. Uşaqlığı belə bir ağır dövrə təsadüf edən Mirçanı, xarakteri, çətinlikdən qorxmamağı Buxarestin xarabalıqları içindən parlaq gələcəyə daşıdı. 15 yaşında paytaxtın bir neçə il əvvəl yaradılan yeni futbol klubu Dinamo Buxarestdə futbolla məşğul olmağa başladı. 1963-dən 1977-ci ilədək hücumçu Mircea Lucescu 250 oyunda meydana çıxıb 57 gol vurdu. Rumıniya millisinin kapitanı kimi 1970-ci ildə dünya çempionatında oynadı. Braziliya ilə qarşılaşmadan sonra futbol kralı Pele ilə formasını dəyişməsi fotolarda əbədiləşdi. Klub karyerası yalnız ölkəsi ilə bağlı olan Lucescu, Dinamo Buxarestdən başqa 2 il Sportul, 5 il Corvinul'da çıxış edib. Oyuncu karyerası haqqında əsas deyiləcək yalnız bunlardır. İndi görək Lucescu dünya futbolunun ən titullu məşqçilərindən biri olmağa haradan və necə başladı. Mircea hələ futbolçu karyerasını bitirməmiş, Corvinul komandasında çıxış edərkən 34 yaşında klubun oynayan baş məşqçi idi. Corvinul'da oynayıb baş məşqçi işlədiyi 3 il ərzində hansısa uğura nail olmasa da 1981-ci ildə 36 yaşında Lucescu'ya Rumıniya millisinin baş məşqçi postu etibar edildi. Bu qərara görə Futbol Federasiyasının o vaxtki prezidenti Andrei Dimitrescu'nu media xeyli yıxıb sürüsə də təyinat özünü doğrultdu. 1984-cü ildə Lucescu Rumıniyanın tarixində ilk dəfə Avropa çempionatına çıxardı. Rumıniya futbolunun əfsanəsi Georgi Hacını da dünya qarşısına məhz Lucescu çıxarıb. 1983-cü ildə Farul Konstanta klubunda oynayan 18 yaşı yenicə tamam olan Hacıya millinin qapılarını açmaqla əfsanəvi oyuncunun 17 illik yığma komanda karyerasının başlamasına səbəbkar olmuşdu Lucescu. İndidən Mircea milli komandanı Hacıya əmanət qoyub getdi haqq dünyasına. Onun ölümündən sonra Rumıniya yığması məhz Hacıya tapşırıldı. Lucescu'nun Rumıniya millisində ilk baş məşqçiliyi 5 il sürmüşdü. 1986-da futbolçu kimi yetişdiyi Dinamo Buxarestdə baş məşqçi kimi dönən Mister ləqəbli Lucescu burada ilk titulunu qazanır. Rumıniya kuboku. 4 il sonra həm kubok, həm Rumıniya çempionluğunu qazanmaqla qızıl dubl edir. Bu onun kuboklara zəngin məşqçilik karyerasında ilk titulları idi. O zaman kimsə düşünməzdi ki, Lucescu təxminən 45 il, demək olar ki, son nəfəsinədək məşqçi işləyəcək və yarım əsrə yaxın müddətdə nə az, nə çox, bəzi mənbələrə görə 35, bəzi mənbələrə görə 37 kubok qazanacaqdı. Dinamo Buxarestdən sonra İtaliyanın yolunu tutan Mister burada Pisa'da bir mövsüm, Regina'da cəmi 4 ay işləyə bildi. Brescia'da isə bacardı. 4 il işlədi, klubu B seriyasından çempion edərək A seriyasına daşıdı. Onun İtaliyada sonuncu fəaliyyəti 1998-ci ilin dekabrında təyinat aldığı və vur-tut 3 ay işlədiyi Inter oldu. O dövrdə Rumıniya məşqçilik məktəbinin ən məşhur nümayəndəsi Lucescu'dan 5 yaş kiçik olan general ləqəbli Angel Iordanescu sayılırdı. Amma tezliklə Lucescu Rumun məşqçilər arasında nömrə 1 olduğunu isbatladı. Rapid Buxarestdə 2 il ərzində Rumuniyada mümkün olan bütün titulları, çempionluq, kubok və ölkə superkubokunu qazandıran Lucescu 21-ci əsrə yeni coğrafiyadan başladı. İstanbul, Bosfor sahilləri, Ali Samiyen. Fatih Terim Qalatasaraya tarixinin ən böyük uğurunu, UEFA kubokunu qazandıraraq Fiorentina'ya yollanmışdı. Sərtliyi ilə Türk kabadaylarını xatırladan Terimdən sonra sakit təbiətli, əfəndi xarakterli Lucescu'nun Qalatasarayın əksəriyyəti ipə sapa yatmayan ərköyün heyəti ilə necə dil tapacağı böyük maraq doğururdu. Amma Mircea da hara gəldiyini yaxşı bilirdi. Qalatasarayın avtoritetləri onun həmvətənləri, keçmiş oyuncuları idi. Hacı və Popescu. İstanbula gəldikdən ay yarım sonra indiyədək Türk futbolunda təkrarlanmayan uğuru qazandı.
Galatasaray UEFA Superkuboku uğrunda maçda Real Madridi Mario Jardel'in qolları ilə əlavə vaxtda 2-1 məğlub edərək tarixi nəticəyə imza atdı. Həmin mövsümdə Galatasaray Real Madridi daha bir dəfə də məğlub etdi. Çempionlar Liqasının ilk 4-1 final maçında 0-2-dən sonra 3 qol vuraraq. Türkiyə futbolu Çempionlar Liqasının 4-1 finalını ilk dəfə məhz Lucescu ilə gördü. Həmin il Superliqada ikinci olan Cimbom növbəti mövsümdə Türkiyə çempionluğunu qazandı. O zaman Galatasarayda səlahiyyət sahiblərinə olan Abdurrahim Albayrak. 2001-də maliyyə vəziyyətimiz ağır idi. Cəmi $5000 cinah müdafiəçisi, hər oyuna $5000 isə mərkəz hücumçusunu oynadırdıq. Perez və Sergen Yalçını da icarəyə götürmüşdük. Lucescu özü də inanılmaz az pul alırdı. Qətiyyən pulgir adam değildi. Dünya malında gözü yox idi. O heyətlə Galatasarayı çempion etdi. Galatasarayı çempion edib 2002-ci ilin iyununda klubdan ayrılmağı ilə Beşiktaşa keçməyi bir oldu. Qara Qartallara elə həmin mövsümdəcə Türkiyə çempionluğunu qazandırdı. Ondan sonra 12 illik Şaxtyor karyerası. Mirça Donetsk klubunun tarixini demək olar ki, silib yenidən yazdı. O vaxta qədər meydan sulayan Dinamo Kiyevin hegemonluğuna son qoyuldu. 12 ildə 8 Ukrayna çempionluğu, 7 Ukrayna Superkuboku, 6 Ukrayna kuboku. 2008-2009 mövsümündə isə Şaxtyora tarixinin ən böyük titulunu qazandırdı. UEFA kuboku, indiki Avropa Liqası. Prinsipial rəqibinin davamlı uğurları Dinamo Kiyev rəhbərliyində necə həsəd yaratmışdısa, 2020-ci ildə 75 yaşında Lucescunu baş məşqçi postuna gətirməyə tərəddüd etmədilər. Mənə zəng etdilər. Son sezonu Şaxtyordan 23 xal geri qalmaqla ikinci bitirən Dinamoya gəlməyimi istədilər. Qəbul etdim və həmin mövsüm 11 xal fərqlə çempion olduq, deyə Lucescu xatırlayırdı. Qoca Rumun Kiyevlərin bu etimadının qarşılığını 3 kubokla verdi. Ukrayna çempionluğu, kuboku və superkuboku. Həmin arada Dinamo Kiyevin sahibi ilə məşhur dialoqunu özü mediaya belə danışmışdı. Klubun bossu dedi ki, 30 milyon avromuz var. Hansı oyun üçün alaq? Dedim heç kimi. Ən yaxşısı məşq üçün yeni idman zalı, yeni meydança və uşaq komandalarını daşımaq üçün avtobuslar alın. Kluba qalan bunlar olacaq. Bax, belə insan idi Mirça Lucescu. Rusiyanın təcavüzkar müharibəsi olmasaydı, bəlkə də ömrünü elə Kiyevdə başa vuracaqdı. Ruslara da ondan bir qənimət yadigar qalıb. 2016-cı ildə Zenit Sankt-Peterburqa qazandırdığı Rusiya Superkuboku. 2017-2019-cu illərdə Türkiyə millisində də baş məşqçi oldu. Amma bu işi uğurlu alınmadı. Futbolla vidası da Türkiyədə oldu. Ona doğma olan, illər öncə hər qarışında sevgi gördüyü Beşiktaşın stadionunda. O stadion ki, 2004-də Beşiktaşdan ayrılanda kompensasiya pulunu istəməyərək klubun yeni tikiləcək stadionun inşasına sərf edərsiz deyib ayrılmışdı. Həmin pula tikilən stadionda da həyatının son maçına çıxdı. Kədərli, olduqca təsirli bir həyat təsadüfü. 81 yaşında milli komandada baş məşqçi işləyən ikinci bir mütəxəssis indiyədək olmayıb. Bundan sonra da çətin ola. Hələ 2010-cu ildə Lucescu müsahibəsində demişdi ki, artıq təqaüd yaşındayam, amma mən heç vaxt təqaüdə çıxmayacağam. Futbol mənə həyatda saxlayır. Onunla nəfəs alıram. Meydanda ölmək mənim üçün ən gözəl ölüm olardı. Demək olar ki, belə də oldu. Rumıniya play-offda Türkiyəyə uzub dünya çempionatından kənarda qaldı. İnsanın əvvəl ümidləri ölür, sonra isə özü. Dünya çempionatı, ora yollanmaq istəyi bəlkə də 81 yaşında Lucescunu həyatda tutan yeganə qüvvə idi. Olmadı və onun zəifləmiş orqanizmi bu məğlubiyyəti, stresi qaldıra bilmədi. Slovakiya ilə yoldaşlıq oyunundan əvvəlki müşavirədə huşunu itirən Lucescu bir neçə gün Buxarestdə klinikada ölümlə çarpışdı. Son günlərində jurnalist dostuna "Dekabrda olduqca yaxşı idim. 3 ay ərzində necə gerilədim, necə zəiflədim, inana bilmirəm" deyən Rumun futbolunun misteri, dünya futbolunda Sir Alex Ferguson və Josep Guardiola'dan sonra ən çox kubok qazanan 3-cü baş məşqçi olaraq tarixə keçən Mirça Lucescu aprelin 7-sində gözlərini bu dünyaya əbədi yumdu. Əgər sənin heç vaxt olmadığın uzaq Azərbaycanda belə yüzlərlə insan sənin yoxluğuna üzülürsə, demək arzuladığın xoşbəxt ölümlə getdin bu dünyadan Mirça. Nur içində yat, nurlu insan. İlkim Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.